Səfrə xanım salam, necəsiz? Salam, hər vaxtınız xeyir. 90 yaşayam, siz necəsiniz? Özünüzü qısa olaraq təqdim edə bilərsiniz? Mən Səfirə Orucova, Bakı Neft Məktəbinin Neft Qaz Mühəndisliyi ixtisasından məzunam və hazırda Data komandasının təşkil etdiyi kursda iştirak edirəm. Nə üçün matematika sahəsini seçmək qərarı vermisiniz? Məktəb vaxtlarından Python proqramlaşma dili mənim üçün maraqlı idi və daha sonra da universitet vaxtında data analitika ilə bağlı kurslarda iştirak etdim, self-study etdim və bu üzrə ixtisasım qədərdə davam etmək istəyirəm. Datakop tədris etdiyi təlimlərin ən üstün tərəfi sizə görə nədir? Əvvəldə qeyd etdiyim kimi bir çox kursda iştirak etmişdim. Sadəcə kursların əksəriyyəti nəzəri bilikləri kifayətlənirlər, amma mən istəyirəm ki, daha çox praktiki biliklərə əsaslanan kurs olsun. Və çox şanslıyam ki, Data komandasında təşkil etdiyi kurs belədir. Belə ki, hər dərsin sonunda bizim kiçik data setlərimiz olur və onlar üzərində öyrətilərimizi tətbiq edə bilirik. Daha sonra isə hər bir bölmənin sonunda isə kiçik bir layihəmiz olur ki, belə ki, biz burada təkcə öz texniki biliklərimizi deyil, həmçinin soft skill bacarıqlarımızı və team working skillimizi göstərə bilirik. Bəs bu sahəni öyrənmək istəyənlər üçün qısa olaraq tövsiyələriniz nələr olar? İlk başlarda sizə nələrsə çətin gələ bilər, çünki yeni bir sahəyə addım atırsınız. Əsas odur ki, öz üzərinizə müntəzəm şəkildə işləyin, dərslərə vaxtında qoşulun və heç vaxt motivasiyadan düşməyin. Tam əzmlə və motivasiya ilə dərslərə hazırlaşın, öz üzərinizə işləyin və arzularınızın arxasına gedin. İnanıram ki, bir gün çox uğurlu bir mütəxəssisə çevriləcəksiniz.